Salam, hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Hər birinizi Sağlam Səhət verilişində yenidən xoş gördük. Bugün biz poliplər və kolonoskopiya haqqında söhbət aparacağıq. Suallarımızı gastroenteroloq Türkan Aliyarova cavablandıracaq. Efirdə Sağlam Səhətin saatıdır və qonağımız həkim gastroenteroloq Türkan Aliyarovadır. Xoş gəlibsiniz, doktor. Və biz bugün həkimimizlə poliplər və kolonoskopiya haqqında söhbət aparacağıq. Poliplərlə bağlı çox zaman sosial mediada paylaşımlar qarşımıza çıxır. Doktor, özünüzün də paylaşımlarınız olur ki, daha öncə polip olub, sonra xərçəngə çevrilib. Artıq bizim üçün polip bərabərdir, bağırsaq xərçəngi demək kim gəlir? Həqiqətənmi bu qədər təhlükəlidir? Bir polip bərabərdir, bağırsaq xərçəngidirmi? Demək ki, xanım, öncəliklə dəvətiniz üçün sonsuz təşəkkür edirəm. Bu mövzunu dəfələrlə işıqlandırmamıza rəğmən, amma yenə də insanlar haqqında yanlış düşünən miflər dolaşır. Yəni bu əl çəkmir. Yəni mənə də sual verirlər ki, bəzən olur polip kəsilmə videolarını paylaşdığım zaman mənə deyirlər ki, ay onu niyə əl vurdunuz, niyə götürdünüz? Belə bir mif dolaşır, bıçaq dəysə o yayılacaq, genişlənəcək. Bu tamamilə mifdir, yanlışdır, belə bir şey yoxdur. Poliplər necə deyirəm, düşünün ki, bədənimizə ətxal çıxır, bağırsağımızın içərisinə də ətxal kimi dəyişikliklər çıxır, görüntülər çıxır və bu poliplər xoşxassəli şişlərdir. Bəli, ilkin olaraq xoşxassəlidir. Amma poliplərin bədxassəli prosesə başlanğıc vermə riski çox yüksəkdir və bir bağırsaq xərçəngi 95-99% halda bir balaca polipdən inkişaf eləyir və o xərçəngə çevrilməyənə qədər də maalesef heç bir simptomatika verməyəcək. Heç bir. Yəni nə ağrı verəcək, çox vaxt deyir doktor, bəzən xəstə gəlir bir təsadüfi müayinə nəticəsi bir sancısı olur, köpü olur, yaş faktorunu nəzərə alaraq kolonoskopik müayinəyə salırıq. Deyirəm polipiniz var, deyir hə doktor, yəqin sancımı köpü verən o da. Əslində o deyil. Yəni poliplər sizə heç bir simptomatika verməyəcək ta ki xərçəngə çevrilməyənə qədər. Və yaxud da ki bəzi hallarda da ölçüsü çox böyük olur, bağırsaq mənfəzinə tutulma kimi verə bilər və yaxud da ki qansızma verə bilər. O kimi simptomatikadan başqa sizə nə ağrı verəcək, nə sancı verəcək, nə köp verəcək. Öz yerində duracaq və sakitcə öz işini görəcək. Və artıq gecikmiş zamanda, gecikmiş mərhələdə biz artıq ayağa qalxacaq ki, aha, məndə nəsə var və artıq iş işdən keçmiş olur maalesef. Yəni poliplər xoşxassəli şiş olsa da, yəni qısa və konkret deyə bilərəm ki, bədxassəli ətxal. Bildiyimiz bədənimizin, dərimizin üzərinə çıxan ətxal necə varsa, eyni ətxalda çıxır bağırsağın içəri tərəfinə. Sadəcə böyüyür, artıq bədxassəli prosesə çevrilir. Hər polip bədxassəli prosesə çevrilirmi? Yox. Adenomatoz növü var poliplərin, adenomatoz poliplər. Bunların xərçəngiyə başlanğıc vermə ehtimal və riski çox yüksəkdir. Biz Türkiyədə də təhsil alanda bizim hocalarımız həmişə bizə deyir ki, polip partlamamış bombadır. Nə zaman görsəniz başını həmən əzin, qoymayın qalsın. Yəni bəzən xəstələr mənə gəlir ki, doktor baxıram kolonoskopiya müayinə keçib məndən öncə, raporda polip yazılıb. Deyirəm ki, niyə bəs bunu götürməmisiniz? Deyir ki, nəmin doktor dedi ki, ölçüsü hələ balacadır, o heç nə eləməyəcək qalsın. Yəni tamamilə yanlışdır. Yəni ölçüsündən asılı olmayaraq, yerləşim yerindən, formasından asılı olmayaraq polipin olduğu yerdə qalması təhlükəlidir bir mənalı şəkildə. Ölçü böyük olan polipin kəsilmə riskləri də böyükdür. Həm maliyyət cəhətdən böyük olur, həm də ki, kəsilmə riski yüksək olur. Məsəl üçün, qanaxma riski ola bilər, deşilmə riski ola bilər. Balaca poliplərdə həm maliyyəti aşağı olur əməliyyatın, həm də ki, riskimiz aşağı olur. Yəni, heç bir riskimiz olmur balaca ölçülü poliplərin kəsilməsində. Yəni, niyə görə mən bu polipi gözlətməliyəm ki, bunun ölçüsü böyüsün, mən ondan sonra xəstəni əməliyyata alım? Yəni, bu absurd bir fikirdir. Ölçüsündən asılı olmayaraq polip olduğu yerdə qalmamalıdır, götürülməlidir. Doktor, bağırsaqda eyni vaxtda bir neçə polip ola bilər? Çox, yüzlərlə polip olan xəstə, məsəl üçün FAP dediyimiz bir xəstəlik var. Yəni orada hansı ki, dəhşətli dərəcədə hər addım başı polip var, yüzlərlə. Yəni polip var orada. Yəni onun da, yəni bu xəstələrin xərçəngə başlanğıc vermə ehtimalı çox yüksək olduğuna görə, bağırsaq xərçəngindən tutulma riski çox yüksək olduğuna görə adətən yoğun bağırsaq tam şəkildə çıxardılır xəstələrdə. Doktor, bəzən belə hallarda olur. Deyək ki, polip var, onu orada ləğv edirlər bir şəkildə. Buna da ayrıca istərdim aydınlıq gətirəsiniz. Necə kəsirlər, götürürlər, yandırırlar. Bu necə olur? Bəzən xəstələr elə düşünürlər ki, bir açıq əmələ bağırsağı açırıq, onun içinə götürürük. Yox, bu tamamilə endoskopik yolla həll olunur. Necə kolonoskopik müayinə eləmir, yəni bağırsağın zondla müayinəsini.
anal dəlikdən zond salınır. Təbii ki, bu sedasiya altında olunur və yoğun bağırsağın bütün şöbələri müayinə olunur, yoxlanılır, beləcə də incə bağırsağın son şöbəsi. Həmin alət, yəni salınır bağırsağın içərisinə. Alətin özünün xüsusi bir digər alət keçəcək kanalı var. Yəni endoskopun özünün bir kanalı var ki, oradan xüsusi polip kəsmək üçün petlələr var, forsepslər var, onlar keçir. Həmin alət vasitəsilə salırıq aləti, yəni polipin ölçüsünə görə, formasına görə, yəni istifadə elədiyimiz alətlər dəyişir təbii ki, ölçüləri dəyişir, özü dəyişir. Həmin alət vasitəsilə bir də ki, xüsusi elektrokoagulyator var, yəni yandıraraq, o necə el arasında deyir ki, doktor lazerlə götürəcəksiniz, deyir, bəli lazerlə. Yəni ölçüsü balaca olan polipləri yandıraraq götürməyə ehtiyac yoxdur. Doktor, sözün elə hərfi mənasında yandırırsınızmı? Hə, yəni kəsib götürür, yandırıb götürürük. Və ona görə mən həmişə deyirəm ki, mənim kəsdiyim yerdən polip yaranmayacaq. Çünki biz həmin yerdə damarları yandıraraq götürürük. Polipdən çox qanla zəngin olan, yəni qanla qidalanmağı sevirdi. Yəni zaten qanla qidalanır və həmin hissədə biz damarı yandırdığımıza görə həmin hissədə qidalana bilməyəcəkdir və oradan polip çıxmayacaq. Çapaq toxuma yaranır həmin yerdə və oradan polip yaranmır. Mən həmişə deyirəm, mənim kəsmirdən polip yaranmayacaq. Amma digər yerlərdən yarana bilərmi? Bəli, yarana bilər. Elə xəstə var, polip olur, kəsib götür, elə bilir ki, bununla da bitdi, yəni canı qurtardı. Elə bir şey yoxdur. Polip kəsdiyim xəstələri bəlli aralıqlarla kontrol müayinəyə çağırıram. Mütləq şəkildə. Mənim kəsdiyim yerdən yaranmayacaqsa, digər yerlərdə yaranma ehtimalı var. Yaranır da mı doktor? Yaranan, öz anamdan kəsib götürmüşəm, hardasa 4 il öncə, hər il müayinə eləyirəm. Heç bir dəyişiklik yoxdur, şükürlər olsun, bir şey çıxmır, amma xəstələrim olur ki, bəli, götürmüşəm, kontrol müayinəyə gəlib təkrar çıxıb. Təbii ki, o qədər böyümür, balaca polip olur və həmişə deyirəm ki, bu kolonoskopiya müayinəsi xəstələrimizin yoğun bağırsaq xərçənginin sığortasıdır. Çünki nəzərə alsaq ki, bir bağırsaq xərçəngi 95-99% halda bir polipdən yaranır. Kolonoskopi müayinə eləyirik və polipi necə aşkarlıyır? Adətən rutin təsadüfi müayinələr. Xəstə başqa bir şikayətlə gəlir. Ya qanama şikayətinə gəlir, xəstənin babası ilə olur, çatı olur, ya nəsə başqa bir problem olur. Qanama şikayəti ilə gəlir. Və yaxud da ki, kəskin ağrı şikayəti ilə gəlir. Ya yaş faktoru varsa yoxlamaq istəyir, ya qəbizlik, ya ishal. Baxır da fərqli bir şikayətlərlə gəlir. Hansı xəstəyə kolonoskopik müayinə təyin eləyirik və təsadüfən. Adətən tapdığımız poliplərin əksəriyyəti təsadüfən. Mən həmişə pasiyentlərimə deyirəm ki, kimdə polip tapıram? Deyirəm, sən çox şanslı adamsan ki, yəni bu şəkildə yəqin bir yaxşılıq eləmirsən ki, Allah bunu bu şəkildə sənin qarşına çıxardıb və təsadüfi müayinə nəticəsində bunu aşkar etmişik və bu sənin yoğun bağırsaq xərçənginin həyat sığortandır. Təbii ki, polipin növünün nə olduğunu son söz olaraq nöqtə qoyur histologumuz, patahistologumuz. Onu soruşmaq istədim, doktor. Əkilmək kimi daha çox izləyicilərimiz tanıyır. Mütləq ləğv etdiyiniz polip əkilməlidir. Mütləq. Böyük oldu, balaca oldu, fərqi yoxdur. Mütləq əkilməlidir. Niyə? O zaman niyə? Polipin növünü bilməyimiz üçün ki, məsəl üçün, əgər adenomatoz polipdirsə, mən o xəstələri 1 ildən bir kontrol müayinəyə çağıram. Əgər giproplasti polipdirsə, 3 ildən bir, 5 ildən bir, yəni baxır xəstələrə. Yəni polipin növünü və bəlli aralıqlarla kontrol, hansı aralıqlarla kontrol müayinəyə çağıracağımızı sadəcə müayinə eləmək üçün, yəni əkilmə bizə lazımdır. Və hə, irəli mərhələdə atacağımız addımı bəlirləmək üçün o əkilmə bizə vacibdir. Bəli, vacibdir. Bəlkə də doktor, bizi izləyən izləyicilərimizdən kimsə yandırıb belə deyək də həmin polipləri və əkdirməyibdir. Nə itirmiş olur doktor? Yəni nə itirmiş olur deyəndə ki, əgər polip qaldığı yerdən götürülübsə, əksinə çox şey qazanmış olur, itirmiş olmur. Təbii ki, əkilməyibsə, elə xəstə var ki, hə, əkdirmək istəmir, yəni maddiyyat baxımından istəmir, yəni ümumiyyətlə imtina edir əkilməkdən. Mənim də başıma gəlir. Elə pasient var, imtina edir, istəmirəm, hər hansı bir səbəbdən dolayı. Amma heç olmasa ildə bir dəfə kontrol müayinədə qalmaqla heç də itirmiş olmurlar. Yəni çünki yenidən yaranacaqsa, yəni təbii ki, 1 ilə durub, yəni 1 sm, 2 sm-lıq polip yaranmayacaq. Olsa da balaca olacaq, o da kəsilib götürüləndən sonra bu sənin deməli ömürlük sən özünü yoğun bağırsaq xərçəngindən qurtarmış sayılırsan. Əslində məntiqlə düşünəndə çox, yəni önəmli bir şeydir. Yəni bilirsən ki, sən ömürlük yoğun bağırsaq xərçəngindən sığortalanmısan. Tamam, polipin var, kəsdin, götürdün, ildə bir dəfə kontrolda qalmaqla ildə cəmi bircə dəfə bir gün ayırırsan ona, bir gün öncədən hazırlıq baş verir xəstədə, biz xüsusi dərman təyin edirik bağırsaq təmizliyi üçün. Yəni onu xüsusi qaydanı izah edirik, xəstə təmizlənir, gəlir və səhərsi gün müayinəmizi, prosedurumuzu icra edirik, xəstə çıxır gedir. Polip əməliyyatından sonra belə xəstə durur, çıxır gedir evinə. Yəni bəzən olur xəstələr düşünür ki, yatır falan, elə bir söhbət yoxdur. Polip varsa kəsiri götürür, xəstə durur, necə gəlmişsə o şəkildə qayıdır evinə gedir. Yəni ildə bir dəfə sadəcə 2 gününü sərf eləməklə ömürlük özünü yoğun bağırsaq xərçəngindən qorumuş və sığortalamış
sayılır. Doktor, bəs kolonoskopiya müayinəsində gözündən qaça bilərmi? Ola bilər, bəli. Əgər hardasa istənilən sahədə insan faktoru varsa, bəli, təbii ki, gözdən qaçan nəsə ola bilər. Böyük poliplərin gözdən qaçma kimi bir şey yoxdur. Yəni ölçüsü böyük olan poliplər zaten göz qabağında olur, görünür. Çox xırda poliplərin bəli, gözdən qaçma ehtimalı var. Bəzi xəstələr olur ki, yəni bağırsaq təmizliyinə doğru düzgün riayət eləmir. Bağırsaq təmizliyi yetərli olmadığına görə nəcisin altda qalan, nəcis qırıntılarının, qida qalıqlarının altında qalan, görməyə bilərik. Yəni bunu zaten raporda da qeyd olunur ki, suboptimal baxış olunur, kirli bağırsaq var. Bəzən bundan dolayı ola bilər, nəcisin altda nəsə qalsın, bizim gözümüzdən qaçsın və belə də ki, ölçüsü çox xırda olan poliplər bəli gözümüzdən qaça bilər. Amma zaten ildə bir dəfə kontrolda saxlayanda, yəni o bir problem yaşamırıq yəni. Doktor, bir izləyicimiz yazmışdı ki, məndə polip var, amma 40 yaşımı gözləyirəm. İzləyici buna yazanda qeyd etmişdi ki, mənim 32 yaşım var, 40 yaşımı gözləyirəm. Soruşdum, niyə 40 yaş? Deyir, adətən həkimlər danışanda deyir ki, xərçəng 40 yaşından sonra yaranır. Yox, əlaqəsi yoxdur. Saxlayım 40 yaşında gedim həkimə, doktor. Əlaqəsi yoxdur. Baxın, mən sizə belə bir şey deyim. Poliplərin xərçəngə çevrilmə müddəti fərqlidir. Yəni adenomatoz poliplərin ədəbiyyat deyir ki, bir xərçəngə çevrilməsi 7-10 il aparır. Yəni 5-10 il, ortalama 7 il. Belə apara bilər. Yəni biz tutaq ki, girdik kolonoskopiyada, bağırsaqda polip gördük. Biz bilmirik o nə qədər vaxt orada var. Bizim nə qədər vaxtımız qalıb. Bəzi çevrilməyə bilərmi? Bəli, çevrilməyə də bilər. Ola bilər ki, ümumiyyətlə çevrilməsin. Yəni o da ola bilər. Amma yəni artıq o 50% çevrilmə ehtimalımız var, bəlkə çevrildi deyə bir düşüncəmiz var. Yəni o bəlkəni niyə biz o bəlkə olaraq qalsın da? Yəni ola bilər çevrilməsin, xəstə həyatının sonuna qədər o poliplə yaşaya bilər, bu da ola bilər. Amma o çevrilmə ehtimalı var, sürəkli davamlı o ay polipin xərçəngə çevriləcək qorxusu ilə, düşüncəsi ilə yaşamaqdansa, bunu oradan kəsib götürərək, bu düşüncədən, qorxudan xilas olmaq məncə daha məntiqlidir. Çünki özünüz də bilirik ki, stres bir çox xəstəliklərə yol açır, bir çox xəstəliklərə səbəbiyyət verir. Yəni bu stres fonunda başqa xəstəliklər qazanmaqdansa, bir dəfəlik onu kəsib götürmək məsləhətdir. Bir xanım bizə müraciət eləmişdi, 22 yaşındaydı, sadəcə ürək bulanması və köp şikayəti var idi. Genetikasında da bayağı bir öd daşı xəstəliyi olmuşdu deyə mən 22-23 yaşında olmasına baxmayaraq, yəni bir UZI istədim. UZI-də xəstəmiz xanımımızın öddə polip aşkarlandı. Yəni 22-23 yaşı var qızım. Və protokol da deyir ki, əgər öd kisəsində polip görülübsə, mütləq həmin xəstə məndə bağırsağın endoskopik müayinəsini, yəni zond müayinəsini keçməlidir. Orada varsa bağırsaqda da ola bilər. Mütləq. Deməli, bu adamın orqanizması polip yaratmağa yatkındır bir mənalı şəkildə. Və həmin xəstənin həm mədə, həm bağırsaq müayinəsini icra elədi. Mədəsi təmiz çıxıb, bağırsağında polip var idi. Hardasa bir 7-8 millimetrli bir polip var idi. Kəsdik, götürdü, əkilməyə verdi və gəldi tubulyar adenom. Hansı ki, yəni 95-99% halda bağırsaq xərçənginə başlanğıc vermə gücünə malik olan bir polipdir. Yəni düşünün, biz onu tamamilə rutin, təsadüfi rutin müayinə nəticəsində aşkarlamışıq. Yəni biz onu tapmasaydıq, o xanım bəlkə də, yəni 22-23 yaşında olmasına baxmayaraq, yəni bir 10 il sonra bağırsaq xərçənginə artıq yaxalanacaqdı. Yəni təcrübəmdə 28 yaşında xəstədə belə bağırsaq xərçəngi görmüşəm. 28 yaşında xəstə, mən yaşım azdır, 40 yaşın altındayam, məndə xərçəng olmaz deyə bir şey yoxdur. Gözləməsinlər. Yox, qəti gözləməsinlər. Dediyim kimi, polip gördükmü həmən başını əzməliyik. Onun orada qalmaması lazımdır. Yaş faktorunun da burada önəmi yoxdur, polipin ölçüsünün də önəmi yoxdur. Yəni gördükmü kəsilməlidir və elə bir, o da belə bir şey yoxdur ki, kəsilsə yayılar, elə bir şey söhbəti yoxdur, tamamilə mifdir. Sadəcə işi bilməyən cahil insanların uydurmasıdır. Yəni o bıçaq dəyməsi, kəsilməsi polipi yaymır, elə bir şey yoxdur. Xəstəliyi sürətləndirmir, əksinə sizi yoğun bağırsaq xərçəngindən qoruyur. Bir də doktor, bəzən belə suallar verirlər. Polipləri çıxardandan sonra ağrı olurmu? Heç bir ağrı olmur. Ağrı hissi yaranır. Heç bir ağrı olmur. Kolonoskopiya müayinəsi zamanı zaten biz bağırsaq belə bir orqandır və biz alətin ucunda hava kanalı var. Biz həmin hava kanalı vasitəsilə bağırsağa hava veririk. Sancı effekti yaranır. Hava veririk ki, bağırsaq açılsın və biz bağırsağın içini aydın şəkildə görə bilək. Zaten havasız mümkün deyil o müayinəni icra eləmək, heç nə görməyəcəyik, yəni tamamilə heç nə görməyəcəyik. Hava veri açılsın və bəzi xəstələrdə, xüsusilə arıq xəstələrdə o qədər çətin olur kolonoskopiya müayinəsi. Orada xüsusi əyriliklər var, qaraciyər əyriliyi var, dalaq əyriliyi var. Onlar o qədər iti bucaq altında yerləşir ki, keçirmə aparatı... Arıq adamlarda belə olur, doktor? Arıq adamlarda çox çətin olur, bəli. Aparatı orada irələtmək çox çətin olur. Bəzən çox qarın boşluğunda çox saylı əməliyyat keçirmiş xəstələrdə çətin olur. Çünki bitişmələr deyil, spaykalar dediyimiz bitişmələr olur. O xəstələrin kolonoskopiyası
kolonoskopi müayinəsi çətin olur. Yəni bir qrup xəstələr var ki, kolonoskopi müayinəsi çətindir və biz məcbur oluruq həmin xəstələrə normadan daha artıq hava veririk də. Yəni məcbur qalırıq ki, proseduru icra edək. Çünki elə xəstə var, məsəl üçün 8 dəqiqə bitirmişəm. Tam axıra kimi müayinə etmişəm və 8 dəqiqə müayinəm bitib. Elə xəstə var ki, 40 dəqiqə çəkib. Yəni təbii ki, 40 dəqiqə çəkənin havaya məruz qalması daha çox olur, nəinki 8 dəqiqə çəkənin. Yəni bu tamamilə xəstədən xəstəyə dəyişir. Yəni fərqlidir bu. Yəni prosedur uzanır, havanı çox vururuqsa məcbur qalıb, həmin xəstələrin müayinədən sonra müəyyən qədər qaz sancısı olur. Amma təbii ki, biz zaten o xəstə sedasiyadan oyanmamış, lazım olan iynə dərman orada icra olunur klinikamızdakı. Yəni xəstə duranda özünü daha komfortlu hiss eləsin, daha rahat hiss eləsin. Müəyyən qədər sadəcə o qaz sancısı kimi sancı ola bilər. Tamamilə ağrı olsun, ay öldüm, bitdim, dözülməyəcək bir şey olmur təbii ki orada. Doktor deyir ki, müayinə elədiniz, bağırsaqda heç bir problem çıxmadı. Bu xəstə bir də nə vaxt gəlsin kolonoskopiya? 5 il rahat ola bilər, doktor? 5 ildən bir. Yəni nə qədər əslində rahatdır? Demək getdin, demək ki 5 ilə heç nə baş verə bilməz, doktor. 5 il elə ciddi bir problem baş verə bilməz. Polip birdən yaranar 2-ci ilində, 3-cü ilində. 5 il o xərçəngeç yaransa belə xərçəngeç bilməz. Əslində məsəl üçün polipi kəsirik götürür. Adenomatoz polip olsa belə protokol deyir ki, 3 ildən bir yoxlanılması kifayətdir. Sadəcə elə xəstələrim var, həssasdılar və deyir ki, yox doktor, mən ildə bir dəfə gələcəm. 6 ayda bir gələn var. Yəni mən onu istəmirəm, deyirəm ehtiyacı yoxdur, amma xəstə çoxdur. Hər fərqli ildə panik atak olan xəstələr var. Yəni sürəkli xəstə olənlərəm, bu düşüncə ilə yaşayan insanlar olanda fərqli olur. Deyir mən 6 aydan bir gələcəm. Yəni ona mənim heç nə eləyə biləcəyim bir şey yoxdur. Amma yəni polip kəssək belə, o adenomatoz çıxsa belə 3 ildən bir yoxlamamız kifayət edir. Bir də doktor, narkozdan ayılmaram deyə qorxular olur. İstərdim bu məşhur anesteziya haqqında da məlumat verərdiniz. Baxın, belə bir şey deyim də, əslində o narkoz deyil. Həmişə xəstələr başa salıram. Əməliyyatda bildiyimiz narkoz deyil. Bir əməliyyatdan istifadə olunan sadəcə giriş narkozu deyə bilərəm. Bu sedaanaljezik bir maddədir, o vurduğumuz dərman. Beyin yüngül yuxu vəziyyətinə gətirilir. Əslində xəstə ona verilən qıcığı falan hamısını hiss eləyir. Sadəcə xəstə oyananda artıq o yanında heç nə qalmır və biz cəmaatın heç kimə sedaanaljezik maddə deyib onu anlata bilmirik də. Yəni çünki hamıya görə onu izah verəsən. Ona görə də insanların başa düşəcəyi şəkildə narkoz deyirik buna, amma əslində narkoz deyil. Narkoz deyil, doktor. Əslində o narkoz deyil, bildiyimiz o narkozdan deyil və təbii ki, bu anesteziyanın verilməsi, sedasiyanın verilməsi bu mənim sahəm deyil. Yəni bu bir gastroenteroloqun işi deyil və xüsusi komanda işləyir burada. Təbii ki, biz xəstənin başının üstü anestezioloq olur, anestezioloqun tibb bacısı olur orada. Xəstə xüsusi monitora qoşulur. Yəni prosedur boyunca xəstənin təzyiqinə nəzarət olunur, ürək döyüntüləri nəzarət olunur, xəstənin saturasiyası, qanın oksigenə doyma dərəcəsinə nəzarət olunur, ürəyin hərəkəti kardioqrama çəkilərək izlənilir. Yəni prosedurun əvvəlindən sonuna qədər birbaşa, yəni anestezioloqun nəzarəti altında aparılır bu prosedur. Yəni bu mənim sahəm deyil. Yəni mən buna müdaxilə eləyə bilmərəm. Və anestezioloqsuz da heç bir prosedur icra eləmirəm. Mütləq xəstənin başının üstündə anestezioloq olmalıdır. Yəni həmişə deyirəm, iş bir dəfə olur. Yəni həyatda iş bircə dəfə olur. O qədər olur ki, ağır ürək xəstələri olur. Yəni çox ciddi ağciyərlərlə bağlı problemi olan xəstələr olub ki, biz imtina eləmişik həmin xəstələr. Çünki anestezioloq başa salıb ki, bu çox ciddi riskdir. Bu dərmanı vurarıq, səndə çox ciddi ağırlaşmalar ola bilər, oyanmaya bilərsən. Bunun xəstəyə kifayət qədər normal izah eləyirik. Amma sağlam, yəni bir problemi olmayan insanların yəni oyanmaması kimi bir problem yoxdur. İnşallah da olmaz. Və olmayıb təcrübənizdə. Allaha şükür, çox şükür olmayıb olmasın. Doktor, bir xəstə deyə bilərəm ki, mən ümumiyyətlə narkoz istəmirəm. Bəli, deyə bilər. Narkoz eləyənlər var. Varmı? Bəli, var. Kolonoskopiya müayinəsi çox ağırlı müayinədir. Yəni çünki hava veririk, bağırsaq gərilir, orada sinirlər var, onlar gəlir və xəstə kifayət qədər ciddi ağrılar hiss edir. Sadəcə irəli dərəcədə şəkər xəstələrində sinirlər atrofiya uğradığına görə, zədələndiyinə görə onlar zaten ağrını hiss eləmirlər. Necə xəstənin qanqren olur, ayağına xəbər olmur ağrı. Eynilə də yəni onlar çox rahat şəkildə narkozsuz, yəni sedasiyasız bu prosesi dözə bilərlər. Heç bir problemi olmur və çox yaşlı xəstələrdə artıq yaşından dolayı atrofik proseslər baş verdiyinə görə onlar da dözə bilirlər. Amma normal, sağlam, orta yaşlı gənc bir insanın kolonoskopik müayinəyə narkozsuz dözməsi çətin məsələdir. Yəni bir damcı zondu salan kimi xəstə qışqırır, bağırır. Yəni bu çətin məsələdir. Amma mədə müayinəsində ağrı ümumiyyətlə olmur. Heç bir ağrıdan söhbət gedə bilməz endoskopik müayinə, yəni gastroskopi müayinəsi. Sadəcə öymə.
Bəli, Öyümə udmaq refleksi. Hə, elə insan var, öyümə refleksi kəskin şəkildə güclü biri mən. Məsəl üçün, adi dişlərimi fırçalayanda belə, yəni çox eləyirəmsə, artıq məndə bir öymə başlayır. Elə insan var ki, elə də yəni ağzına nəsə qoyan kimi sıraz öyməsi başlayır. Yəni mənim kimi öymə refleksi güclü olan insanların sedasiyasız o proseduru icra elətdirməsi çox çətin məsələdir. Çünki xəstə sürətli öyəcək. Həm burada həkim diskomfort olur, həm xəstə diskomfort olur. Biz yenə mədəyə də hava veririk ki, o büküşlər var axı mədənin içərisində. O büküşlər açılsın və büküşlərin arasında nəsə varsa bizim gözümüzdən qaçmasın. Yəni düşünün, biz xəstəyə hava veririk, xəstə öyür, onu çıxardır. Xəstə gəyirir, onu çıxardır və bu istər-istəməz prosedurun müayinəmin müddəti də uzanır. Yəni mənim gözümdən təbii ki, qaça bilən çox şeylər ola bilər. Ona görə komfortlu şəkildə sedasiya ilə olması məsləhətdir. Amma elə xəstələr olub ki, deyib doktor mən udmuşam, dözəcəm, ciddən də dözürlər. Yəni xəstə elə sakitcə durur ki, elə bilirsən ki, elə narkoz verib yatızdırmısan xəstəni. O qədər rahat olur. Bəli, o olur. qədər rahat olur. Xüsusilə də əsəbləri sakit olan insanlarda olur. Məsələn, panik atakı, əsəbi gərgin olan insanlar dözməsi mümkünsüzdür buna. Adi məsəl üçün biz xəstənin ağzına ağızlıq qoyuruq ki, dişləri sıxsın və aparat da dişləyə bilər də xəstə. Elə insan var ki, ağızlığı ağzına yaxınlaşdıran kimi xəstə başlayır öyməyə. Heç buna heç yaxınlaşdırmamışıq göstərir. Bu endoskop mən müayinə necə icra edirəm? Bu mümkünsüzdür. Amma elə xəstə var, çox rahat, müayinənin başından sonuna, yəni mən təbii ki, həkim ona izah eləyir. Mən xəstəyə mütləq bir vaxt ayırıb 5 dəqiqə, 10 dəqiqə xəstəyə izah eləyirəm narkozsuz olan xəstələrə ki, bunu belə eləyəcəyik, mən sizə bunu deməliyəm, dərindən nəfəs almanız lazımdır. Orada ən çox bilsiz xəstələrin qorxduğu nədir? Buradan keçəndə xəstələr boğulurlar. Amma orada boğulmadan söhbət gedə bilməz. Çünki sizin nəfəs yolunuz açıqdır. Bizim işimiz qida borusu iləndir. Onlar bir-birinə tamam yaxın yerləşirlər. Öndə nəfəs borusu gəlir, arxada qida borusu gəlir və biz istər-istəməz keçəndə bu hissədən, qırtlaq hissədən xəstə burada bir öymə hissi eləyir və ondan sonra xəstə elə bilir ki, boğulacaq. Və çox xəstə düşünün, nəfəs almır. Nəfəs alıb vermir. Özünü sıxır ki, bu dəqiqə qurtaracaq. Amma yəni 4-5 dəqiqəlik bir prosedurdur. 4-5 dəqiqə nəfəs almadan durma imkansız olduğuna görə xəstə düşür panikaya. Yəni dəhşətli dərəcədə panikalaşır xəstə, əl-qol hərəkətləri elə bil boğulur. İzah eləyəndə ki, siz dərin nəfəs alın, ağzınızla, burnunuzla nəfəs alın, verin və görəcəksiniz ki, nəfəs almanızda heç bir maneə yoxdur. O zaman xəstə rahat şəkildə udmağına davam edir. Amma yəni xəstə bəzən olur ki, xəstə gəlir, ilk dəfədir gəlir. Yəni bu xəstə nə bilir nə ilə qarşılaşır? Həkimin borcudur ki, buna detallı şəkildə xəstəyə izah eləsin. Prosedur ki, bu ola bilər, mən deyirəm, öyməniz ola bilər, ağzınızda maye gələ bilər, onu udmayın, geri almayın, bizə mane olacaqsınız və yaxud da gərməniz ola bilər, prosedur sırasında boğulma hissiniz ola bilər, amma boğulmadan söhbət gedəməz. Baş verə biləcəkləri öncədən xəstəyə izah eləyəndə xəstə hazırlıqlı olur deyə, yəni sedasiyasız çox rahat şəkildə tolerə eləyə bilirlər. Əsas odur ki, yanlarındakı mütəxəssis həkimdir və sizin kimi həkimə də etibar etmək olar. Gəldiyinizə görə təşəkkür edirəm, doktor, çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız həkim qastrentoloq Türkan Aliyarova idi. Efirimiz isə davam edir. Qan uyğunsuzluğu nədir? Hamiləlikdə hansı problemlərə səbəb olur? Lazım olan müayinələr. Müalicə nədən ibarətdir? Hamiləlikdə mümkün risklər nələrdir? Qan uyğunsuzluğu varsa, növbəti hamiləlik üçün də müalicə tələb olunurmu? Uzman ginekoloq Gülşən Babayeva ətraflı cavablandıracaq. Sağlam səhhətdə. Sağlam səhhətə baxırsınız və qonağımız uzman cərrah mama ginekoloq Gülşən Babayevadır. Xoş gəlibsiniz, doktor. Və biz həkimimizlə qan uyğunsuzluğu və qan uyğunsuzluğuna görə hamiləlikdə yaranan problemlər haqqında söhbət aparacağıq. Əgər hər hansı bir ginekoloji problemlə əziyyət çəkirsinizsə, həkimlə əlaqə saxlaya bilərsiniz. Bunun üçün 055 240 47 49 nömrəsinə zəng edə bilərsiniz. Doktor, ümumiyyətlə qan uyğunsuzluğu nədir? Nəyə qan uyğunsuzluğu deyilir? Ümumiyyətlə qan uyğunsuzluğu dedikdə biz daha çox rezus konflikti nəzərdə tuturuq. Rezus uyğunsuzluğunu nəzərdə tuturuq. Rezus uyğunsuzluğu isə nədir? Əgər ananın qanı rezus mənfi, atanın qanı isə rezus müsbətdirsə, bu kimi hallarda olan hamiləliklər rezus konflikt hesab olunur. Bunun bəzən tərsi olan durumlar da olur. Yəni ananın qanı neqativ olur, mənfi olur, atanın qanı müsbət olur və yaxud da hər iki valideynin də qanı neqativdirsə, bunlar rezus konflikt və qan uyuşmazlığı halı hesab olunmur. Doktor, o zaman hər ailə quran cütlük öncədən bu qanlarını yoxlamalıdırlarmı?
Ümumiyyətlə hər kəsin öncədən bir qan qrupunu bilir. Bilir. Bəzi yanlışlıqlar olur və s. Ona görə də əslində ilk baş vuran hamilələrdə biz hamiləlikdə aparılan rutin testlər var, hansı ki ilkin həftələrdə aparılır. O zaman qan qrupuna da baxmağımız məsləhətdir. Deyək ki, cütlük sizə müraciət edir. Nə qədər müddət hamilə qalmışsa qadın bu ümumiyyətlə sonsuz sayılır, doktor, problem sayılır? Çünki adətən üzr istəyirəm, toydan sonra xüsusən də evdə böyüklər varsa, qaynana ana çox tələsirlər ki, nəvə sahibi olsunlar. Yəni bu cütlük ümumiyyətlə nə qədər vaxt özlərinə bir vaxt verməlidirlər hamiləlik üçün? Ümumiyyətlə 35 yaşına qədər olan qadınlarda evləndikdən sonra, yəni 1 illik düzənli cinsəl ilişkiyə rağmen hamiləlik olmursa, bu artıq sonsuzluq hesab olunur. 35 yaşdan yuxarı qadınlarda isə bu müddət 6 ay hesab olunur. Yəni 6 aydan yuxarı bir müddətdə, 6 aydan fazla bir müddətdə hamiləlik olmursa, biz bunu artıq sonsuzluq hesab edirik və araşdırılmağa başlanmalıdır bu vəziyyət. Yəni ən azı o zaman 1 il gözləmək lazımdır, deyilmi? Bəli, yeni evlənən. Doktor deyir ki, 1 il ərzində əgər qadın hamilə qalırsa, hamiləliklə bağlı müəyyən problemlər yaşayırsa, həkimə müraciət etdiyi zaman nə zaman qan uyğunsuzluğu faktorunu nəzərə alırsınız? Həkimə hamilə qaldı bir xəstə, hamilə pasiyent müraciət elədikdə bizim müəyyən məlumatlar toplayırıq. Yəni müəyyən xəstədən aldığımız bilgilər var. Bu bilgilərin içində biz qan qrupunu da daxil edirik və soruşuruq xəstədən bu zaman qan qrupunu. Əgər qan qrupu neqativdirsə, bu zaman biz yoldaşının da qan qrupunu öyrənirik. Əgər yoldaşının qan qrupu pozitivdirsə, bu ilk hamiləlikdirsə adətən problem yaranmır. Amma yəni ananın qanı neqativ, atanın qanı pozitiv olduğu durumlar rezus konflikt hesab olunur və biz bu zaman indirekt Coombs testi dediyimiz testə baxırıq hamilələrdə. Bu şəkildə. Doktor, bəs qan uyğunsuzluğu hansı problemlərə səbəb ola bilər? Qan uyğunsuzluğu zamanı biz adətən ilk hamiləlikdə hər hansı bir uşaqda problem yaranmır. Biz adətən sonrakı hamiləliklərdən qorxuruq. Bu zaman proses necə baş verir? Mən bunu qısaca izah edeyim ki, insanlara aydın olsun. Deməli, dedik ki, ananın qanı neqativ olduğu durumlarda, qan uyuşmazlığı varsa ana ilə ata arasında, əgər uşağın da qanı rezus müsbətdirsə, bu zaman ananın immun sistemi uşağın qan hüceyrələrini, dölün qan hüceyrələrini yad cisim kimi qəbul eləyir. Və ananın orqanizmində dölün qan hüceyrələrinə qarşı immun sistem tərəfindən anticisimlər oluşmağa başlayır. Yəni bir orqanizmin müqavimət, orqanizmin özünü qoruma mexanizmi işə düşür. Bu immuni sistemimiz bizim bu şəkildə işləyir. Və dölün orqanizminə qarşı anticisimlər sintez olunmağa başlayır. Və bu anticisimlər adətən ilk hamiləlikdə yenə də qeyd edeyim ki, bir problemə səbəb olmur. İlk hamiləlikdə o zaman problemə səbəb ola bilər ki, ilk hamiləlikdə dölün qan dövranı ilə ananın qan dövranının qarışdığı durumlar olur bəzən. Hamiləlikdə qanama olsun, travma olsun və yaxud invaziv işləmlər keçirilibsə, birazdan bunlara daha ayrıntılı izah verəcəm. Bu durumlarda belə risk ola bilər ilk hamiləlikdə. Bu anticisimlər adətən sonrakı hamiləliklərdə təhlükəli ola bilər. Sonrakı hamiləliklərdə dölün hemolitik xəstəliyi dediyimiz və bəzən daha təhlükəli, yəni vaxtında qarşısı alınmadıqda döldə fetal hidrops və ən ağır hallarda isə dölün ana bətnində ölümünə qədər gətirib çıxara bilər. O zaman doktor, əgər birinci hamiləlik uğurla keçibsə, cütlük sağlam bir övlada sahib olubsa, müəyyən müddət sonra ikinci uşağa da sahib olmaq istəyirlərsə, nələrə diqqət etsinlər doktor? Yəni həkim nələrə diqqət edir, hansı tədbirləri alır ki, ikinci hamiləlik normal keçsin? Belə deyim. Rezus konflikt olan qadınlarda ümumiyyətlə biz hamiləliyi bu şəkildə aparırıq. Hamiləliyin 28-32-ci həftələri arasında rezus konflikt olan qadınlarda indirekt Coombs testinə baxırıq və indirekt Coombs testinin neqativ gəldiyi durumda biz hamilələrə roqam dediyimiz bir iynə vururuq. Bu roqam iynəsi döldə həmin yaranan anticisimlərə qarşı anti-immunoglobulindir. Yəni o anticisimləri bir növ neytrallaşdıran bir iynədir. 28-32 həftələrdə bu iynəni vururuq və bütün hamilələrə, bütün neqativ olan hamilələrə vururuq. Əslində, yəni uşağın qan qrupu pozitivdirsə bu anticisimlər yaranır. Amma biz hər kəsə rutin vururuq. Çünki topluma baxacaq olursaq, toplumun 85%-də rezus müsbətli qan qrupu, 15%-də rezus mənfidir. Ona görə də ana bətnindəki uşağı biz rezus müsbət qəbul eləyib, roqam iynəsini vururuq. Bəzən əslində, yəni bizim ana bətnində qan qrupunu öyrənmə gibi şansımız olsaydı, neqativ olan dölün qan qrupu neqativ olan hamilələrə bu iynəni vurmağa əslində ehtiyac yoxdur. Sadəcə olaraq müasir zamanda əslində bu dölün qan qrupunu öyrənmək mümkündür. Sadəcə olaraq bunlar maliyyəti çox yüksək testlər olduğuna görə bəli, rutin istifadə olunmur.
Biz hamilələrə rutin 28-32-ci həftələr arasında qan uyuşmazlığı iynəsini vururuq. Ondan sonra bu iynənin qoruyuculuğu bir də qeyd edeyim ki, 12 həftədir. Ona görə biz bunu 28 həftədə tətbiq edirik ki, normal doğumu təxminən 38-40 həftələr arasında doğum artıq başa çatmış olur. Əgər ki, hamiləlik 40 həftənin üzərinə keçərsə, bəzi yayınlar var ki, bu iynənin təkrar bir dozada ikinci dəfə təkrarlanmasını qeyd edən yayınlar da var, amma bu açıqcası rutin istifadə olunmur. Demək, və bu cür doktor, həkim bu iynələri vurduğu zaman tamam sağlam uşaq dünyaya gəlir. Yəni o hamiləlikdə heç bir problemlə üzləşmir hamilə qadın. Bəli, adətən əgər ki, əvvəlcədən immunizasiya getməyibsə, əvvəlcədən antikor, anticism yaranmayıbsa, hamiləlikdə hər hansı bir problem olmur. Biz bu ilə və sonra 40-cı həftədə doğum gerçəkləşdikdən sonra uşağın qan qrupuna baxırıq. Əgər uşağın qan qrupu pozitivdirsə, yenə 48-72 saat ərzində anaya ikinci doza immunoqlobulini vururuq, anti-immunoqlobulin iynəsini vururuq. Yenə çünki doğum gerçəkləşdi. Biz axı 28 həftədə vurmuşduq. 12 həftəyə qədər dedik ki, onun keçərliliyi var. Artıq qan qrupu pozitiv gəlibsə, doğum baş veribsə, yenə ananın qanı ilə dölün ana qanında dölün qan hüceyrələrinə qarşı antikorlar yaranacaq. Bir sonrakı hamiləliyi qorumaq məqsədi ilə növbəti hamiləliyi qorumaq məqsədi ilə biz bu iynəni tətbiq edirik. Bir də qeyd edeyim ki, əgər hamiləliyin erkən həftələrində qanama baş veribsə və yaxud da bəzən hamiləlikdə bəzi iləri tarama testlərinə iləri tanı testlərinə ehtiyac olur. Amniosentez, kordosentez dediyimiz testlərə ehtiyac olur. Və yaxud da qadın abort və yaxud abortlar və yaxud düşüklər baş verirsə, o zaman da bu iynənin tətbiq olunması lazımdır. Doktor, deyək ki, ikinci uşaqda həkimin nəzarətində dünyaya gəldi, heç bir problem olmadı. Ailə üçüncü uşağı da planlaşdırırsa, yenə eyni yanaşma olur? Bəli, yenə eyni yanaşma. Və belə davam edə bilərmi? Deyək ki, üçüncü uşaqda, dördüncü uşaqda olmasa nə ola bilər, doktor? Sadə bir dildə izah edə bilərsinizmi? Deyək ki, misal üçün, heç ailənin xəbəri yoxdur ki, qan uyğunsuzluğu deyə bir anlayışı var, heç məlumatı yoxdur, birinci uşaq sağlam oldu, ikinci uşaq heç bir həkim nəzarətində qalmadan hamilə qalıbdır. Nələr baş verə bilər bu hamilədə? Qan uyğunsuzluğuna görə nə ola bilər? Təəssüf ki, bu hallar baş verir. Bizim nə qədər istəmədiyimiz bir durum olsa da və hal-hazırda əslində roqam iynəsi çox əlçatan bir şeydir. Yəni bir roqam iynəsi, yəni müasir bir ölkədə bu əslində çox əlçatan bir şeydir. Amma təəssüflər olsun ki, yenə də periferiyada və s. bundan xəbərsiz olan xəstələrimiz olur. Və xəstə bizə müraciət eləyir, hansı ki, qan uyuşmazlığı olub ilk hamiləliyində və təəssüf ki, sorğulanmayıb və yaxud abort keçirib. O abortda hansı ki, qan uyuşmazlığı iynəsi vurulmalı idi abortdan sonra. Bu iynə vurulmadıqda qeyd etdiyim kimi immunizasiya yaranır. Biz o iynəni vururduq ki, o anticismləri neytrallaşdıraq. Əgər iynə vurulmayıbsa, o anticismlər neytrallaşdırılmır. Və qadında bir sonrakı hamiləlik baş verdikdə biz bu hamiləliyi artıq yüksək riskli hamiləlik hesab olunur və bu hamiləlik çox ciddi həkim nəzarətində həyata keçirilməlidir. Belə bir hamilə bizə baş vurduqda, biz ilk növbədə yenə ilk gəlişində hamilədə Indirect-Coombs testinə baxırıq. Əgər Indirect-Coombs testi pozitiv gəlibsə, bu artıq deməkdir ki, yəni ananın qanında dölün qanına qarşı anticismlər var. Ona görə də biz o anticismlərin titrinə baxırıq. Və doktor, qeyd etdiniz ki, bu xəstələr, xəstə deməyək də, bu hamilələr ciddi həkim nəzarətində olmalıdır. Ciddi həkim nəzarəti deyiləndə nəyi nəzərdə tutursunuz, doktor? Misal üçün, normal hamiləlikdən fərqli olaraq, əlavə olaraq hansısa müayinələrə ehtiyac olur? İndi onu qeyd etmək istəyirəm, bəli. Bu hamilələrdə biz antikor titrəsinə baxırıq. Antikor titri, yəni anticism titri 1/16-nın altındadırsa, biz bu titrinin təkrarını 4 həftədə bir bunun təkrarını edirik və artıq 37-38-ci həftəyə çatdıqda isə doğumu başa çatdırırıq. Əgər titr normaldırsa, titrdə yüksəklik yoxdursa, amma bəzən titr də yüksək ola bilir. Əgər bu titr 1/16-nın üzərindədirsə, artıq bu titrə baxmağımızın da heç bir mənası yoxdur, çünki ananın qanında uşağın orqanizminə qarşı kifayət qədər antitel sintez olunub və o antitellər uşağın qan hüceyrələrinə hücum eləyir. Bu o deməkdir. Ona görə də biz bu hamiləliyin 16-cı həftəsindən etibarən dölün orta beyin arteriyası dediyimiz arteriyalara Doppler müayinəsi vasitəsilə müayinə eləməliyik. Doktor, bununla bağlı əlavə suallarım olacaq sizə. Hazırda telefon xəttində həkim Gülşən Babayevanın pasiyentidir. Salam, xoş gördük sizi. Salam. Özünüzü təqdim edə bilərsinizmi? Osmanova Yılmazdır.
Gülşən doktorun pasiyenti olmuşam, pasiyentiyəm hal-hazırda da. Hal-hazırda da pasiyentsiniz. Öyrənmək olarmı Bəli, hansı şikayətlə bağlı həkimə müraciət etmişdiniz? Biz rezus mənfi idi. Demək olar ki, mən 3 aylıq hamiləykən mənə həkimlər söyləyirdilər ki, yəni aldırmalısan, bu heç cürə başa verə bilməzsən, yəni sağlam qurtara bilməzsən. Şükürlər olsun ki, Gülşən doktor Allah bizim qarşımıza çıxartdı. Çox sağ olsun, çox təşəkkür edirəm ona ki, yəni bizi belə bir xoşbəxtliyi bizə yaşatdı. Yəni çox təşəkkür edirəm Gülşən doktora. Hazırda hamiləliyin neçənci ayındasınız Elnaz xanım? Biz tamamlamışıq, başa vurmuşuq hamiləliyimizi. Bəli. Bəli, 38 həftədə artıq sağlam dünyaya övlad oldu. Səsini də eşidirik, körpəni. Bəli. Bəli, qucağımdadır hal-hazırda. Özü də həkimini salamlayır. Biz həkimimdən yəni çox razıyam. Allah razı olsun ondan. Çox razıyam. Yəni uşaq olsa belə, yəni hamiləlikdən qurtarsam da mən ondan yəni əlaqəni üzmürəm. Yəni həmişə, hər zaman da mən onun pasiyentiyəm. Elnaz xanım, bir sual verim sizə. Bəli. Necə oldu ki, məhz Bəli. Gülşən Babayevanı seçdiniz bu qədər çox ginekoloqun içərisindən? Bilmirəm, Allahın bizə məsləhəti idi, bizə vasitəçi idi. Vallahi bir dəfə getdim, mən gördüm həqiqətən də həkim kimi bilirsiniz necədir? Həkimin xəstəyə qarşı, pasiyentə qarşı münasibəti əsasdır. Müalicədən də önəmli, ən önəmlisi onun gülərüzü, mehribanlığıdır. Bu da Gülşən doktorda var. Onun bu mehribanlığı məni cəlb elədi və mən bir daha, yəni başqa həkimlə heç vaxt getmədim başqa həkimin yanına. Təşəkkür edirik Elnaz xanım, zənginizə görə çox sağ olun. Siz sağ olun, siz sağ olun. Bu xəstə hekayəsi haqqında da məlumat verə bilərdinizmi? Doktor 3 ayında müraciət etdim dedi. Deməli, mən bu xəstənin hekayəsi haqqında məlumat verim sizə. Bu çox ciddi, yüksək riskli hamiləlik idi. Deməli, anamnez bu şəkildə idi. Əvvəlcə rezus konflikt olur, 2 hamiləlik olur bu rezus konfliktlə və heç birində qadına immunoglobulin, yəni antirogam dediyimiz iynə vurulmur. Və bundan sonra qadının 3-cü hamiləliyi baş verir və bu 3-cü hamiləlikdə... Çox üzr istəyirəm, belə olan halda hamiləlik düşüklə nəticələnir? Yox, düşüklə nəticələnmir. Bu hamiləliyin gedişatını mən izah etdikdə sizə aydın olacaq nə demək istəyirəm. Deməli, 3-cü hamiləlik baş verir. 3-cü hamiləlikdə qadına artıq bu immunorezus konflikt barədə məlumat verilir. Amma artıq bu təbii ki, çox gec idi. Çünki artıq ananın qanında antikorlar kifayət qədər yaranmışdı. Və bu hamiləlikdə yenə titr və s. baxılmır. Sadəcə olaraq körləməsinə bir roqam iynəsi vurulur 28 həftədə. Lakin bu ilə vurulmağına baxmayaraq 37-ci həftəyə çatdıqda artıq qadında yəni ana qarnında döl ölmüşdü. Yəni o 3-cü uşağını tələf olmuşdu, bəli. Və bu əlbəttə ki, bir ana üçün 38 həftəyə qədər gəlmiş bir uşağın artıq tələf olması bir ana üçün çox travmatik bir vəziyyətdir. Həm ana üçün, həm düşünürəm həkim üçün də bir travmatik bir vəziyyətdir. Sonra təkrar bir hamiləlik baş vermişdi və bu hamiləlikdə Elnaz xanım mənə müraciət elədi. Biz bu hamiləliyə başladıq elə 12-ci həftədən, bəli, 12-ci həftədən etibarən ilkin tarama testlərini və s. elədik. Ondan sonra 16-cı həftədən etibarən, bir də qeyd edeyim ki, titr çox yüksək idi. 1/256 səhv eləmirəmsə, səhv yadımda qalmayıbsa, titri çox yüksək idi. Yəni artıq titr baxmağın da heç bir mənası yox idi. Roqam iynəsi vurmağın artıq zaten heç bir mənası yoxdur. Titr yüksəkdirsə, bayaq qeyd eləmədim onu. Artıq roqam iynəsi vurmağın heç bir mənası yoxdur. Biz həmin qadını, Elnaz xanımı 2 həftədə bir Doppler müayinəsi elədik. Dölün orta beyin arteriyalarına Doppler müayinəsində baxırdıq. Bizim üçün orada önəmli olan dölün orta müəyyən parametrlər var. O parametrin üstünə çıxmadığı sürəcə, yəni izləyicilər üçün bu elmi olduğuna görə buraya heç toxunmuram. Bəli. Demək, o müəyyən titrin altında olması bizim üçün önəmlidir. O titrlə takib etdik. 2 həftədə bir mən o hamiləni çox yaxın takib elədim. Və çox şükürlər olsun ki, 38-ci həftədə də doğumunu sağ-salamat başa çatdırdıq. Təbii doğuşdan oldu, doktor? Yox, keysəriyyə əməliyyatı ilə. Doktor, o sualı da mütləq sizə verəcəm. Adətən xanımlar daha çox keysəriyyə əməliyyatına üstünlük verirlər, amma həkimlər isə təbii doğuşu daha çox təbliğ edirlər. Hər halda siz də təbii doğuşun tərəfdarısınız. Əlbəttə. Nəyə görə? Bir izah edə bilərsinizmi? Belə deyim. Çünki normal doğum, belə deyək, əgər
mən bəli, təbii doğumun tərəfdarıyam. Bəli. Amma ki buna həm ananın, həm də uşağın orqanizmi, uşağın yəni fiziki xüsusiyyətləri imkan verirsə, biz o zaman təbii ki, normal doğuma üstünlük verməliyik. Bəzən ola bilər ki, bəzən təbii doğuş qeysəriyyadan daha travmatik keçə bilər. Ona görə burada diqqətli seçilməlidir. Hansı qadına normal doğuş eləyəcəyik, hansı qadına qeysəriyyə yolu ilə doğuş eləyəcəyik. Nəyə görə təbii doğuşa daha çox üstünlük veririk? Çünki ilk növbədə bir əməliyyat icra olunmur. Hər bir əməliyyat belə deyil. Hər bir əməliyyatda bir qadın üçün bağırsaq zədələnmə, sidik hissəsinin zədələnmə riski var. Ona görə də biz hər zaman təbii doğuşa daha çox üstünlük veririk. Və təbii ki, hər nə qədər də artıq müasir zamanda ailələrdə uşaq sayı azalmış olsa da, ən az bir ailədə 2 uşaq sahibi olur. Bəli. Və hər sonraki qeysəriyyədə ana üçün risk faktorları daha çox artır. Bəli, doktor. Ona görə də biz hər zaman normal doğuma daha çox üstünlük veririk. Amma qeyd elədiyim kimi, əgər normal doğum ana üçün daha travmatik keçəcəksə, bəzən qeysəriyyadan daha travmatik ola bilər, daha ağırlaşmalarına keçə bilər. İstər bağırsaq cəhətdən olsun, istəyir yaralanmalar və s. Göz problemi də ola bilər bəzən. O zaman bəli, əlbəttə. Yox, göz problemi əslində səbəb olmur, doktor. Yox, deyil. Orada diqqət etdiyimiz daha fərqli durumlar var. Ona görə də hər zaman ananın dölün vəziyyəti nəzərə alınaraq hansı üsul ən optimaldırsa, onu seçməliyik. Hansı halda mütləq qeysəriyyə əməliyyatı lazımdır, doktor? Yəni təbii doğuşa götürmürsünüz? Ana ilə dölün uyğunsuzluğu, çanaq uyğunsuzluğu varsa, yəni o artıq son həftələrdə müəyyənləşdiririk onu. Əgər ki, çıxımda qalacaqsa, bu zaman dölün asfiksiyasına səbəb ola bilər, döldə körpücük sümüklərinin qırılmasına səbəb ola bilər. Bu kimi durumlarda və s. və yaxud əvvəlcədən ananın keçirilmiş uşaqlıqda əməliyyatları varsa, miyom əməliyyatı olubsa və s. əməliyyatlar olubsa, bu zaman qeysəriyyə əməliyyatı icra eləməliyik. Artıq normal doğuş uşaqlığın cırılması ilə nəticələnə bilər, təhlükəlidir. Bu və s. digər kimi hallarda. Doktor, birinci uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlibsə, ana ikinci uşağı təbii doğuşla dünyaya gətirə bilərmi? Əslində mümkündür. Bu zamanda yenə çox diqqətli olunmalıdır. Çox yaxın takib olunmalıdır yenə. Çünki burada uşaqlığın cırılma riski var. Amma kifayət qədər ilki sezaryen olub, sonrakında normal doğumu normal yola başa çatan kifayət qədər xəstə var. Bu zamanda yenə dediyim kimi diqqətli seçilməlidir. Ana ilə dölün vəziyyəti çox yaxın təqib edilməlidir bu kimi hamilələrdə. Yəni doğuş prosesi çox yaxından təqib edilərək sağlam şəkildə başa çatdırıla bilər. Bir də doktor, biz düşünürük ki, bir qadın hamilədirsə, hətta problemi olmasa belə ayda bir dəfə ultrasəs müayinəsinə keçməlidir. Buna ehtiyac varmı, doktor? Yəni rutin olaraq bütün hamilələr demək olar ki, hər ayın əvvəli yaxud sonu ayda bir dəfə ultrasəs müayinəsinə keçirlər. Hamilələrmi? Bəli. Hamilələr üçün bəli. Mütləq ayda bir dəfə lazımdırmı bu müayinə? Ümumiyyətlə, mən hamiləliyin gedişatı haqqında danışım necə biz eləməliyik. İlk gəliş nə zaman olmalıdır, digər gəlişlər nə zaman olmalıdır? Gəlin belə danışaq o zaman, doktor. Bir qadın bugün hamilə olduğunu öyrəndisə, ilk nə etməlidir? İlk ginekoloq axtaracaq 100%. Bəli, ilk ginekoloqunu axtarmalıdır. İlk olaraq, deməli, evdə hamiləlik testi eləyirsə, bu pozitiv gəlirsə, artıq demək olar ki, 5-6 həftəlik hamiləliyə uyğun gələn bir perioda uyğun gəlir. Çünki hamiləlik testi təxminən dölün implantasiya olduğu dövrdən təxminən bir həftəyə qədər sonra artıq pozitiv çıxmağa başlayır. Bu zaman artıq bir ginekoloqa müraciət etməlidir. Yəni 12 həftəni gözləməməlidir. Nəyə görə? O test pozitiv olsa belə, bəzən uşaqlıqdan kənar hamiləlik baş verə bilər və bu uşaqlıqdan kənar hamiləlik çox ciddi bir vəziyyətdir. Vaxtında bir qarşısı alınmadıqda borunun cırılması və ana üçün həyati təhlükəyə qədər gətirib çıxara bilər. Ona görə də hamiləlik testi evdə pozitiv gəlibsə, bir ginekoloqa müraciət eləyib, ultrasəs müayinəsi vasitəsilə dölün həqiqətən də uşaqlıq boşluğunda yerləşib-yerləşmədiyini təsbit eləməlidir. Bundan sonra zaten başlamayıbsa foltursu başlanacaq. Foltursu bilirik ki, dölün onurğa beninin inkişafı üçün çox lazımlı bir vitamindir. Ondan sonra növbəti gəliş olur 12-ci həftədə. 12-ci həftədə hamilə bizə müraciət elədikdə artıq rutin hamiləlikdə bizə lazım olan rutin qan testləri var, hansı ki, bura daxildir infeksiya paneli, rutin qan müayinəsi və s. qan, sidik və s. müayinələr bunlar icra olunacaq və dölə tarama testləri, ikili tarama testi dediyimiz bir testi icra edirik ki, hansı ki, bu döldə Down sendromu və dölün onurğa beninin inkişaf qüsuru açısından bir tarama testini icra edirik. 12-ci həftədə etdik, sonraki gəlişimiz olur 16-cı həftədə. 16-cı həftədə yenə dölün inkişafına baxırıq, orqanların gelişimi və s. Sonraki yenə 4 həftə sonra 20-ci həftədə Doppler müayinəsi icra edirik. Doppler müayinəsi dediyimiz əslində ayrıntılı ultrasondur bizim üçün. Orada hər hansı döldə onurğa inkişaf qüsuru və s. varmı, yoxmu deyə ətraflı şəkildə müayinə olunur
Sonrakı gəliş yenə 4 həftə sonra, təxmini 24-28 həftələr arasına təsadüf eləyir bu dönəm. Bu sağlam hamiləlikdir, deyilmi Sağlam, doktor? rutin, heç bir problemi olmayan, bəli, rutin bir hamilə üçün bu gəlişlər mütləqdir. 24-28 həftələrdə biz hamilələrə şəkər yükləmə testi eləyirik. Çünki bəzən gizli şəkər ola bilər hamilələrdə. Hamiləlik şəkəri də deyirlər onu. Bəli, hamiləlik şəkəri ola bilər. Bəzən hamilələr bu testə ehtiyac görmürlər. Çünki sadəcə olaraq aclıq qan şəkəri ilə bunun müəyyən olunacağını düşünürlər, amma elə deyil. Biz burada şəkər yükləmə vasitəsilə yəni aclıq şəkəri normal gəlsə belə, hamiləlik şəkəri mövcud ola bilər. Şəkər gestasional diabet dediyimiz durum mövcud ola bilər. Ona görə şəkər yükləmə eləyirik, digər lazım olan qan testlərinə baxırıq, yenə çocuğun gelişiminə baxırıq eyni zamanda. Sonrakı gəliş təsadüf eləyir 4 həftə sonraya, 32 həftə olur bu təxminən. Ondan sonra isə biz daha yaxın izləmək istəyirik. Çünki artıq gəlir miad yaxlaşır, doğum yaxlaşır. Bizim üçün daha kritik dönəmlər başlayır ki, hansı ki yaxından takib edirik. Bu zaman takibləri bir qədər sıxlaşdırırıq. 2 həftədə bir hamiləni görsək daha yaxşı olur və sonra isə doğumu planlaşdırırıq. Doktor, adətən qadınlar artıq hamiləliyin 5-ci, 6-cı ayında qərar verir. Mən təbii doğum istəyirəm, yoxsa qeysəriyyəm istəyirəm. Olurmu ki, sırf qeysəriyyə fikri ilə, arzusu ilə sizə müraciət edən pasiyenti fikirlə daşındırıb təbii doğuşa yönəldəsiniz? Psixoloji cəhətdən də hazırlıqlı olmalı deyilmi o xəstə? Çünki aylarla o özünü köklür ki, mən qeysəriyyə əməliyyatı olacağam, yaxud aylarla özünü köklür ki, mən təbii doğuş olacaq məndə. Amma həkimin verdiyi qərarla bəzən bu fikri dəyişməli olurlar. Bəli, belə deyim. Bəzən hamilələr son dönəmlər özəlliklə artıb. Zaten dünya, yəni Türkiyə, Azərbaycan kimi, bizim kimi ölkələrdə statistikaya baxsaq, son dönəmlər keysəriyyə əməliyyatlarının sayının artdığını görürük. Bu da təbii ki, qadınların artıq normal doğumdan qorxması, keysəriyyə əməliyyatına daha çox üstünlük verməsi, doğum ağrıdan qorxması və s. Burada bunun arxasında müxtəlif faktorlar dayanır. Əlbəttə, bir xəstə müraciət etdikdə mənim ilk çalışdığım şey onu daşındırmaq olur fikrindən. Amma bu tibbdə belə bir şey var, literaturda da, bu kitablarda da qeyd olunur. Yəni əgər bəzən qadın həqiqətən o doğumu qaldıra bilmirsə, heç bir əks göstəriş yoxdur. Yəni ananın fiziologiyası uyğundur, çocuq üçün heç bir əks göstəriş yoxdur normal doğuma. Amma bunu ananın psixoloji durumu qaldırmır. Ana bəzən ola bilir ki, doğum sancısı çəkərkən psixoza belə girə bilir. Bu durumlarda əlbəttə ki, biz hamiləni məcbur eləyə bilmərik ki, sən normal doğacaqsan. Və bir də onu qeyd edeyim ki, bizim xəstəxanamızda həmçinin biz qadınlara doğuşdan öncə və doğuşdan sonra psixoloqumuz, klinik psixoloqumuz konsultasiya keçirir və bu da düşünürəm ki, qadınlara normal doğum, sezaryen keçməsi açısından, normal doğumun qorxusunu atlatmaq açısından çox yardımcı olur. Bir də onu qeyd etmək istərdim ki, qadınlar xəstəxana seçimi edərkən də, yəni sırf xəstəxananın şəraiti deyil və sırf həkim deyil. Nəzərə alsınlar ki, hər bir doğum, hər bir qeysəriyyə əməliyyatı, istənilən bir əməliyyat bir ekip işidir, bir komanda işidir. Ona görə də orada icra olunacaq, yəni komandanın işinə diqqət yetirsinlər, belə deyim. Yəni belə izah edeyim də, doğum əslində çox çətin bir proses deyil və yaxud qeysəriyyə. Amma hər an hər şey ola bilər. Yəni hər an normal doğum dediyimiz çox asan bir süreç, çox ağırlaşmalarla gedə bilər. Uşaqda ağırlaşma meydana gələ bilər. Ona görə də müraciət etdikdə elə bir xəstəxana seçsinlər ki, orada həqiqətən reanimasiya, yeni doğan yoğun bakım ünitəsi və s. tam təchizatlı bir yer olsun ki, gərəkli zamanda gərəkli müdaxilələr həm anaya, həm də uşağa edilə bilsin. Doktor, bəs əkiz hamiləliklərdə fərq nə olur? Əkiz hamilələr də yüksək riskli hamilələr qrupuna daxildir. Bütün əkiz hamiləliklər riskli hamiləlik sayılır? Əkiz hamiləliklər bəli, yüksək riskli hamiləlik hesab olunur. Ümumiyyətlə, yüksək riskli hamiləlik dedikdə, burada ananın və dölün durumları nəzərə alınır. Anada gestasional diabet varsa, preeklamsiya varsa, əkiz hamiləlikdir, plasentanın yer dəyişmə anomaliyaları və s. kimi durumlar varsa, uşaqda gelişmə geriliyi varsa, bunlar yüksək riskli hamiləlik hesab olunur. Əkiz hamiləlik də eyni zamanda yüksək riskli hamiləlikdir və bunlar da yaxın təqib olunmalıdır. Onun ayrıntılarına məncə çox girməyək. Orada fərqli durumlar var. Bir cift olan durum, 2 cift olan durum, onların gedişatı, doğum həftələrinin planlaşdırılması tamam fərqlidir. Ona görə izləyicilər üçün biraz yenə elmi cümlələrə girmiş olacağıq. Doktor, istəyərdim hamilənin qidalanması haqqında da məlumat verərdiniz. Bir hamilə doğru necə qidalanmalıdır? Çünki bizdə çox zaman deyirlər ki, 2 canlısan, daha çox ye. Bəzən hamilə o qədər kökəlir və bəzən də hamilə bir xəstə kimi yanaşırlar, tərpənmə, uzan, ayağa qalxma, nə bilim, yerinmə, onu eləmə, bunu eləmə.
hamilə o qədər kökəlir. Məsəl üçün 8-ci, 9-cu ayında hamiləni görəndə tanıya bilmirik. Hamilə necə qidalanmalıdır? Ümumiyyətlə bəli, belə bir insanlarda düşüncə var. Ki çox yeməlidir. Ki çox yeməlisən. Xüsusilə anaları evdə, qaynanalar və s. tərəfindən 2 canlısan, 2 insanın əvəzinə yeməlisən. Bu belə deyil. Hamilənin normal qidalanması, normal qidalanma dedikdə normal sağlam qidalanması bizim üçün kifayətdir. Gün ərzində 2 litr su içməsi çox önəmlidir. Ondan sonra normal vitaminlərlə zəngin, təbii ki, fast fooddan uzaq, bu şəkildə qidalanması öz yediyi qədər qidalanması kifayətdir. Hamiləlikdə isə bizim üçün hamiləlikdə 10-12 kiloqrama qədər çəki alınması ideal hesab olunur. Bizim istədiyimiz hamiləliyin başından sonuna qədər, bəli, 10-12 kiloqram çəki alınmasıdır ki, bu artıq ideal durumdur. Amma bəzən çox çəki alanlar da olur. Bu, belə deyək də, qeysəriyyə əməliyyatına yaxud təbii doğuşa bir problem yarada bilərmi, doktor? Bir qadının həddən artıq çox çəki alması, yaxud çox çəkili qadının hamilə olması? Bəli, çox çəkili qadının hamilə olması və çox çəkili qadın hamilə qalırsa, istər-istəməz hamiləlikdə də aldığı çəki miqdarı da daha çox olur. Biraz da artır. Bəli, biraz da artır və bu xəstələr zaten çox vaxt bu xəstələr elə şəkərli diabet, gestasional diabet, hamiləlik diabeti dediyimiz xəstələr olurlar, pasiyentlər olurlar daha doğrusu desək. Bunlarda dölün orantısız böyüməsi dediyimiz bir durum olur. Anada şəkərli gestasional hamiləlik diabeti varsa, dölün daha tosun bebəklər olur. Daha kök uşaqlar olur. Döl də daha çox kilo alır. 5 kilodan çox uşaq dünyaya gətirmiş. Və təbii ki, bu artıq normal doğum çox çətin olur bu hamilələrdə. Normal doğum zamanı demək ola bilir. Körpücük başın çıxması və ondan sonra bədən çıxa bilmir bəzən. Bu şəkildə problemlər yarana bilir. Keysəriyyə əməliyyatı zamanı, istər bu hamilələrin keysəriyyə əməliyyatı olduqda isə əməliyyat da nə qədər xəstə bizim üçün, nə qədər zəif bir xəstədirsə, nə qədər arıq bir xəstədirsə, onun əməliyyatı bir o qədər rahat olur. Təbii ki, yüksək kilolu xəstələrdə əməliyyatdan sonra yaranın sağalması və s. bunlar hamısı problem olur. Elə o hamiləliyin təqibi özü belə. Bizim üçün zəif xəstənin ultrasəs müayinəsi eləmək daha asandır arıq xəstənin. Nəinki yüksək kilolu, çünki bəzi anomaliyaları bəzən yüksək kilodan dolayı ultrasəs müayinəsinin dəqiqliyi azala bilər. Gözdən qaça bilər məsələn doktor? Yəni ultrasəs müayinəsinin dəqiqliyi, diaqnostika aşağı düşə bilər, belə deyim. Bir də doktor, məsəl üçün multivitaminlər var. Bəzən hamilələr heç həkimlə məsləhətləşmədən deyir, nə ziyan olacaq ki, çox yaxşı multivitaminlərdir. Elə öz başına qəbul edirlər. Bunun hər hansı bir problemi ola bilərmi hamilə üçün? Yəni, heç bir analiz vermədən gedir apteka və multivitaminlər alır, qəbul edirlər. Deyirlər, nə ziyan olacaq ki, vitamindir də? Yox, əlbəttə ki, hər bir şey hamiləlikdə, özəlliklə hamiləlikdə həkim nəzarətində olmalıdır. Biz genəldə hamilələrə, hamiləliyin ilk 12 həftəsində əgər hər hansı bir altda yatan başqa bir xəstəlik və s. başqa bir durum yoxdursa, fol turşusu tövsiyə edirik. Sadəcə fol turşusu. 12 həftəyə qədər, hansı ki, bu dölün onurğa beyninin inkişafı üçün lazımdır. Bu vitamin çatışmadıqda döldə onurğa beyni yarıq əmələ gələ bilər. Gəldik 12 həftədən sonraya. 12 həftədən sonra müasir protokollarda D vitamininin başlanması tövsiyə olunur. Burada da yenə hamilələr bəzən öz başına D vitamin yükləmə dozundan istifadə edirlər və s. Amma burada D vitamin düzeyinə bir baxılıb, əgər defisit varsa o zaman yükləmə dozu istifadə olunmalıdır. Defisit yoxdursa, yəni çatışmazlıq yoxdursa, normal dozadan istifadə edə bilərik və 16-cı həftədə isə artıq biz dəmir takviyesinə başlayırıq hamilələrə və eyni zamanda multivitaminlərə. Amma bu multivitaminlər də yenə həkim nəzarətində olmalıdır. Çünki məsələn vitaminlərin bəziləri, elə D vitamini özü olsun, D vitaminin çatışmazlığı müəyyən xəstəliklər yaradır, amma bu D vitaminin zəhərlənməsi belə var. Yəni D vitaminin artıqlığı belə müəyyən xəstəliklərə, müəyyən patoloji hallara səbəb ola bilir. Doktor, adətən hamilələrə elə həkimdə, ailə üzvləri də tövsiyə edirlər ki, mümkün qədər insanlar çox olan yerə getmə, mümkün qədər xəstələnmə, sənə virus keçməsin, infeksiya keçməsin. Hamiləlik üçün təhlükəli viruslar varmı? Hansı ki, heç tövsiyə etmirsiniz də ki, bax, belə bir adamlardan uzaq durmaq lazımdır, həmin yerdə maskalı gəzmək lazımdır. Hansı viruslar var ki, hamiləlik üçün çox təhlükəlidir? Nələrdən daha çox özünü qorumağını tövsiyə edirsiniz, doktor?
Yəni genəldə bəli, çox xüsusilə də qış aylarında epidemiyanın qrip, yuxarı tənəffüs yolları infeksiyalarının yayğın olduğu hallarda biz hamilələrə bu kimi yerlərdə getməyə məcbur qalırsa, maskalardan istifadə etməyi, xüsusi gigiyena vasitələrindən istifadə etməyi, əlləri tez-tez dezinfektanla yumağı və s. məsləhət görürük bu şəkildə. Məsəl üçün qızılçadır, su çiçəyidir. Əlbəttə. Və yaxud digər virusda bunlar nə zərər verə bilər ki, doktor? Su çiçəyi, məsələn, su çiçəyi dediyimiz bunlar əgər bir hamilənin əgər hamilə olmadığı dövrdə biz bilirik ki, bunlar artıq uşaqlıq vaxtı qadınlara peyvənd olunur. Bəli, keçirmiş olur. Ya keçirmiş olurlar, ya da peyvəndlənmiş olurlar. Məsələn, su çiçəyini deyək, su çiçəyi hamiləliyin ilk 12 həftəsində qadın yoluxursa, bu su çiçəyi virusu döldə xüsusi anomaliyalara səbəb ola bilər və bu anomaliyalar artıq hamiləliyin sonlandırılmasına bir göstəriş olur. Özünü mütləq qorumalıdır. Bəli, bir də doktor, qrip əleyhinə peyvəndlər olur. Bu peyvəndləri də tövsiyə edirsinizmi hamilələrə? Tövsiyə, yəni istifadə edə bilərlər, bəli, qrip əleyhinə peyvəndlərdən. Son sualında söhbətimizi yekunlaşdırmaq istəyirəm. Doktor, hazırda bizi izləyən hamilə xanımlara nələri tövsiyə edərdiniz? Nələrə daha çox diqqət yetirsinlər? Hamilə xanımlara ilk öncə onu tövsiyə etmək istəyirəm ki, özlərini xəstə kimi qəbul etməsinlər. Ailə üzvləri də etməsin. Bəli, hamiləlik normal fizioloji bir vəziyyətdir. Yəni hər zaman həyat şəraitləri necə olubsa, ondan daha da sağlam yaşamağa çalışsınlar, belə deyək. Gündəlik sağlam qidalanmaları, təmiz havada gəzmələrinə diqqət eləsinlər və hər təhlükəli durumda həkimlərinə müraciət etsinlər. Çünki bəzən bəzi şikayətlər mövcud ola bilər ki, ana bilməyə bilər, amma həkimə müraciət etdikdə o həkim uşaq üçün və yaxud ana üçün çox ciddi bir durum ola bilər. Bu şəkildə. Çünki bəzən əgər qadın hamilədirsə, misal üçün anası yaxud qaynanası deyir ki, 5 uşaq böyütmüşəm, dünyaya gətirmişəm, mən də bilirəm. Amma əslində mütləq, həkimimizin də dediyi kimi, hamiləlik mütləq. Sağlam hamiləlik olsa belə 9 ay həkimin nəzarətində olmalıdır. Tək ki, bir problem olmasın, olduğu zaman isə bir mütəxəssis həkim bu problemlərin öhdəsindən gələ bilər. Əziz tamaşaçılar, bizim qonağımız uzman cərrah mama ginekoloq Gülşən Babayeva idi. Əgər hər hansı bir ginekoloji problemlə bağlı həkimlə əlaqə saxlamaq istəsəz, 055 240 47 49 nömrəsinə zəng edə bilərsiniz. Sizinlə isə sağollaşıram və geyimə görə isə Vomma Butikə təşəkkür edirəm. Əziz xanımlar, havalar isinir. Əgər qardirobunuzu gözəl geyimlərlə bəzəmək istəyirsinizsə, yolunuzu Vomma Butikdən sala bilərsiniz. Hazırda ekranda telefon nömrəsini və Instagram hesabında görürsünüz. Onu da qeyd edim ki, bu mağazada bir sıra geyimlərə çox yaxşı endirimlər də var. Təşəkkürlər Vomma Butik. Sizinlə isə sağollaşırıq əziz tamaşaçılar. Sabah yenidən sizin görüşünüzə gəlmək ümidi ilə studiyadan, efirdən ayrılırıq. Sağ olun, sağlıqla qalın.